Herkese salam. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 20 işləyəcəyik. Gəlin başlayaq. Bu dərsimiz speaking üzrə olacaq daha çox. Birinci tapşırığa nəzər yetirək. Look at the image. Şəklə diqqət yetirin. The dialogue is about. Burada sizdə dialoqun haqqında ola bilər. Gördüyümüz kimi bu bir rəqs kursunun şəklinə oxşayır. Onun üçün dance, yəni rəqsi seçək. Musiqdə isə musiqi deməkdir. İkinci, read and listen to Alice and Audrey. Alice və Audrey'nin danışığına qulaq asın. Gəlin, ilk öncə qulaq asaq, sonra oxuyaq. Hi, I'm Alice. What's your name? I'm Audrey. How old are you? I'm 12. Me too. You're great. Oh, really? Thanks. Ballet is my favorite activity. Yes, it's cool. Let's text. What's your phone number? It's 555-5436. Thanks. Qulaq asımıza görə gəlini tərcümə edək. Alice. Hi, I am Alice. Salam, mən Alice'am. What's your name? Adın nədir? I am Audrey. Mən Audrey'am. How old are you? Neçə yaşın var? I am 12. 12 yaşım var. Me too. Mən də. You're great. Sən mükəmməlsən. Oh, really? Thanks. Əslidənmi? Təşəkkürlər. Ballet is my favorite activity. Balletlik eləmək mənim ən sevimli məşğuliyyətimdir. Yes, it is cool. Bəli, bu çox möhtəşəmdir. Let's text. Gəl yazışaq. What's your phone number? Sən telefonun nömrən neçədir? Sən nömrən neçədir? It is 555-5436. Bu 555 554 36'dır. Thanks. Sağ ol. Oxuyub tərcümə etdiyimizə görə gəlin də 3-cü tapşırığa keçək. Complete mini dialogue with the expression below. Aşağıda verilmiş mini diyaloqu bu da verilmiş sözlərlə tamamlayın. How old are you? Sən neçə yaşın var? I am 11. Mən 11 yaşım var. Buraya you're great, sən mükəmməlsən, ya me too, mən də həmçinin, ya da let's text qoya bilərik. Görürük ki, burada yaşla əlaqəli soruşur. Onun üçün me too qoymaq ən məntiqlisi olacaq. İndi keçək ikinciyə. What's your phone number? Sənin telefon nömrən neçədir? It is 555-9867. Ok. Yəni deyək ki, mən nömrəm 555-9867-dir. Ondan sonra digər insan ok, yəni yaxşı deyib. Bundan sonra deyə bilərik ki, let's text. Yəni yaxşı, gəl yazışaq. Üçüncüsü, ballet is my favorite activity. Balletlik eləmək mənim ən sevimli məşğuliyyətimdir. Boşluq. Oh, really? Thanks. Əslidənmi? Çox sağ ol. Burada deyə bilərik ki, you're great. Yəni, adam deyir ki, baletlik eləmək mənim ən sevimli məşğuliyyətimdir. Digər şəxs deyir ki, sən bunda mükəmməlsən. O da deyir ki, əslidənmi? Sağ ol. İndi keçək 4-cü misala. Listen and repeat expression. İndi gəlin 1.8-ci trəkə qulaq asaq və sonra özünüz onu təkrar edin. You're great. Me too. Let's text. İndi keçək 5-ciyə. Listen and report. İndi isə biz 1.9 nömrəli trəki qulaq asacağıq və təkrar edəcəyik. Gəlin qulaq asaq və siz özünüz sonra təkrar edin. January, February, March, April, May, June, July,
August, September, October, November, December. Özünüz qulaq asıb təkrar edildiyinizə görə gəlin 6-cı misala keçək. Listen to the dialogue again. Bu da verilmiş dialoqa yenə qulaq asın. Then practice with a partner. Sonra bunu yoldaşınızla bir-birinizə danışın. Biz daha buna qulaq asdığımız üçün təsəlli qulaq asmayacağıq. Siz bunları, məsələn, Alice özünüz, Audrey partner yoldaşınız olaraq yenidən danışa bilərsiniz. 7-ci və son misalımız Role play a next dialogue. Follow these tips. Bu da verilmiş adımlara uyaraq özünüzə yeni bir dialoq qurun. Birinci, change the words in blue to write a new dialogue in your notebook. Bu da mavi verilmiş sözləri dəyişdirin ki, öz dialoqunuz daha yaxşı alınsın. Məsələn, Hi, I am Alice. Məsələn, bu da Alice-i silib yaza bilərsiniz ki, məsələn, Hi, I am Ali. Yəni daha sizin öz adınız nədirsə onu yazacaqsınız. Məsələn, belə yaza bilərsiniz. Bu da I am Audrey. Mən Audrey'am. Onu yeni yaza bilərsiniz ki, Cavid. Mən Cavidam. Sonra bu yaşınızı soruşur. Burada I am 12, 12 yazılıb. Məsələn, sizin 13 yaşınız varsa, 13, yəni 13 yazacaqsınız. Me too, mən də həmçinin. Məsələn, burada mənim ən sevimli aktivitem balet yazılıb. Məsələn, sizin ən sevimli aktivitetiniz futbolsa, yaza bilərsiniz ki, futbol. Yəni, futbol mənim ən sevimli məşğuliyyətimdir. Burada aktivite sözünü mən dəyişməyəcəm, amma istəsəniz dəyişə bilərsiniz. Yeah, it is cool. Cool da dəyişmək istəyirsiniz, dəyişə bilərsiniz. Məsələn, yeah, it is amazing və s. kimi. Yəni, bu möhtəşəmdir kimi dəyişdirə bilərsiniz. Axırda verilmiş nömrələri də öz nömrənizə görə dəyişdirəcəksiniz. İndi keçək ikinciyə. Baxaq nə deyir. Practice your dialogue with a partner. İndi o düzəltdiyiniz dialoqu bir sinif yoldaşınızla, partnerinizlə təkrarlayacaqsınız. Sonra isə present your dialogue to a class. Sonra isə bu dialoqu sinif yoldaşınızla birlikdə bütün sinifi qarşısında deyəcəksiniz. Bugün sizinlə səhifə 20 işlədik. Gələcək videolarımızda görüşmək ümidi ilə. Hələlik.